İrada xanım, bizdə keçən il, keçən il 30 noyabrda çox qəşəng bir tədbirimiz oldu. İnşallah kanalda da yayımlanacaq bu tədbir. Baxmaq istəyənlər baxa bilər. Amma biz növbəti təlimi buradan elan eləmək istəyirik. Növbəti təlim bizdə inşallah 7-si iyunda biz təyin eləmişik inşallah Allahın köməkliyi ilə. İrada xanım da orada olacaq, digər mentorlarımız da olacaqdı. Və kim gəlmək istəsə indidən şeyləsin, sonra bizə yazmasınlar ki, biz niyə bilet hardan tapaq, necə tapaq. Çünki yerlərimiz məhduddur. İrada xanım, burada siz mövzular var da, hansı ki biz toxunuruq da. Burada biz hansı mövzulara toxuna bilərik ki, hətta belə deyim də, həmin tədbirdəki insanlara kömək eləyə bilək. Nə kimi? Məsələn, bu nəsillə bağlı, düzdürmü? Orada birinci tədbirdə doğum tarixləri ilə də hamısına göstərmişdim ki, əlaqələr. Artıq ölüm tarixləri ilə də gəlib məqamlar. Okay. Yəni nə kimi Allah ölüm, doğum tarixləri də elə-belə deyil. Yəni Allah niyə və nə ilə apardı insanı və kim onun taleyini təkrarlayır və o faciə rəqəmlərlə, adla deyil. Çox vaxt insanlar qorxur. Ay, onun taleyi pis idi, adını qoyduq, indi taleyi. Yox, o elə işləmir. Rəqəmlərlə işləyir. Rəqəmlərlə işləyir. Kimsə kiminsə taleyini təkrarlayır nəsildə, adla yox. O çox vaxt ay adını dəyişim, ad mənə düşmədi. Yəni o elə işləmir. Rəqəmlərlə sən artıq bilirsən ki, hansı kimdən nə təkrarlanır. Şəxsən məndə onu mən başa düşəndən sonra o tədbir olanda özüm-özümə dedim ki, sən hamıya hesablamısan, özünü heç hesablamırsan. Mən sadəcə bəzi məqamı göstərim sizə ki, siz faciəni başa düşəsiniz. Bu rəqəmlər gələndə başladım ata və ana nəslimi doğum ölüm tarixlərini göndərin əmilərimin çox vaxt soruşanda deyir ki, indi soruşacaqlar görəsən niyə soruşursan. Nəysə bir əmim qızı soruşdu. Ay İradə, nəyimə lazımdır? Deyirəm, cadu eləyəcəm, sizə cadu eləyəcəm başlıqlara. Yəni bu xəritədir və siz başa düşürsünüz ki, nə burada təkrarlanır və faciəni saxlamaq üçün nə etmək lazımdır? Dua, bağışlanma. Əstağfurullah, bağışla bizi, Allah bağışlayandır. Və birdən-birə hesablayaq. Mən sizə indi göstərəcəm. Siz mən o 3 gün özümə gələ bilmədim. Deməli, xalam, aşağıda deyim də, o yadımdadır. Xalamın doğum tarixlərin aşağıda 3-4 idi. Xalam əkiz idi. Onun yoldaşı buğa idi. Onun rəqəmləri 5 və 6 idi. İndi baxın, mənim yoldaşım buğadır. Buğa bürcü. Onun rəqəmləri 3-4-dür. Mənsə əkizəm, əkiz bürcü. Mənim rəqəmlərim 5-6-dır. Mənim yoldaşım şəkər xəstəsidir. Mənim xalam da olub şəkər xəstəsi. Onlarda 2 oğul doğulmuşdu. Xalam oğlanlar. Onlar faciəli şəkildə öldülər. Mənim də 2 oğlum var. Və bir qızım. Qızım doğulmamışdan öncə 12 dənə imam yoldaşımın yuxuna gəldi ki, o uşaq həyata gəlməlidir. Biz sizə hədiyyə veririk. Hədiyyəni qəbul edin. Yoxsa bu faciə mənim evimdə təkrarlanacaq. Təkrarlanmalıydı. Hə. Hamı da elədi. Ona görə deyirlər, qohum əlaqələrin kəsmin, yazıqsız. Bəs niyə məhz xalanızla bağlı?
Xalanıza nəsə alıb verməyəcəyiniz nəsə var idi? Mənim anam xalamdan ömür boyu küslü olub. Aa, O bizim evdə olan haqqısa. anadan sizə keçən. Sən Saranı məndən çox istəyirsən. Enerjisi. Bir dəfə hətta bu rəqəmlər çıxanda qızım yaxınlaşdı deyirdi ki, bu arada mama, mənim də sənə qarşı öz travmam var. Dedim, hə nə olub? Bir dəfə siz papa ilə mətbəxdə, mən özümə görə söz vermişdim, mamam kimi ayrı seçkili eləməyəcəm. Siz, amma heç o sözü yadımda deyil, ha, deyim sizə. Yəni ki, qurban Allaha, Allah diditdirir elə. Yəni sən demə ki, eləməyəcəm. Elə Allah elətdirir insana. Və deyir, bir dəfə gizlənmişdim. Siz mətbəxdə oturmuşdunuz, mən o biri otaqda gizlənmişdim ki, indi sən deyəcəksən, məni tərifləyəcəksən. Birdən sən papaya deyəsən, 3 uşağımın üçünü də çox istəyirəm, amma Turalı hamıdan çox istəyirəm. Dedim, ola bilməz, mən o söz. Mama, valla sən o sözü demirsən. Təsəvvür eləyin, bu rəqəmlər çıxanda mənim anam doğulmuşdu 1935-ci ildə. Mən axırları deyim. Bu axırda olan rəqəmlər 8 və 9-dur. Bu Tural oğlum doğulub 1998-ci ildə. Bu yenə də 8, 9-dur. Mən bundan anamın iyini almışam özüm bilmədən. Hətta bu oğlumu bacım da, qardaşım da qeyri-adi istəyir. Hamısı yaxşı deyir, iradə. Prosta Tural ayrıdır. Tural, onlar bağrına basır. Tural onlara pislik deyiləsə, yaxşılıq deyiləsə, yox, Turaldır. Yəni o qədər. Bu rəqəmlərdir. Necə mən qısqanclıq eləyirdim. O rəqəmlər çıxandan sonra o faciəni gördüm. Mənim demə nənəm doğulub 1900, o qəbirləri gəzib, bütün qəbirləri şəkil çəkmişəm. Siz deyəndən sonra biz də gəzmişik. Yəni, o doğulub 1911-ci ildə. Yəni, burada rəqəm 11 və 3. Qardaşımsa doğulub 1965-ci ildə. Bu da 11-3 eləyir. Mənim anam da qardaşımdan anasını neyin alıb? Ona görə o neyləsə də ona güzəşt eləyib, özü bilmədən. Onda belə çıxır ki, ruhən bağlılıqdır. Hə, özümüzdən asılı olmayarıq. Və orada rəqəmlərlə baxanda sən başa düşürsən ki, niyə birdən-biri insan deyir ki, zəhləm gedir onu görəndə, ürəyim bulanır. Baxırsan ki, nəsildən kimi qəbul etməyib bu adamdır. Yəni ki, o başa düşürsən ki, deyirsən, buranı düzəlt, bu öz-özünü düzələcək. Bu sən bu insana, iş yoldaşına qarşı nifrətin keçəcək. Başa düşürsünüz, yaxud kiməsə bağlılıq, orada bu ayrı cürə bağlılıq.